söyüş insan əlindən çox neymətlər alır. Peyğəmbər buyurur, İyyəkum vəl-fəhş fə innəlləhə la yuhibbu kulləl-fəhş və-təfəxxuş. Allah, Peyğəmbər buyurur ki, uzaq ol söyüş söyməkdən. Çünki Allah sevmir elə insanları. Deməli, insan əgər dilindən iffətsiz kəlmələr çıxsa, birinci ziyanı budur. Allahın sevgisi getdi. Allah məhəbbətini çəkər səndən. Allah xoşlamır. O görürsən, bəzi xoşlamır demirəm, amma heç nə verməyəcək. Ruzisini verəcək, amma olur da, hərdən olur, bir nəfərdən xoşumuz gəlmə, amma görüşürük. Niyə? O qədər indi elə adamlar olur ki, deyirsən, məcburamdır da, indi bununla gələ salamlaşım. İndi Allah da qurban olmalı, ruzimizi verəcək, demirəm, verməyəcək, amma xoşlamır, sevmir, istəmir. Məhəbbət getdi. Məhəbbət çox mühüm məsələdir.